Bəzi o insanlar ki, Aşura günü gəlirlər, təhkim edilirlər belə işlərə, məscidlərin qarşısına, onlara tövsiyə eləmirəm, gəlsin orada kiməsə mane olsun. Amma əlbəttə təhlükəsizlik üçün, cəmaatın gediş-gəlişini nizama vermək üçün çox gözəl iş görürlər. Amma onun qabağını alsın, uşağını ora qoysun, bunu bura qoysun, onu o tərəfə aparsın. Bu şeyləri eləməyin. Vallahi və billahi 70 yaşım var, 70 dənə belə şey danışaram, amma indi deyirəm o əzizləri ki, o Azərbaycanlılara, hər bir sahədə işləyənlərə. Vallahi siz özünüz görməsəniz də, sizin evlatlarınızı Allah onu göstərəcək. Sizin əzizlərinizi Allah onu göstərəcək. O cəzanı nəinki axirdə dünyada o bəlaları görəcəksiniz. İmam Hüseynlə bu cür rəftar eləmək olmaz. Tarixdə belə şeylər çox olub. Allah and verir Peyğəmbərə, Ali Peyğəmbərə və minbərlərdə də o kimi şəxslərə bilirsiniz ki, eşidirsiniz də ki, lənət oxunur. Lənət olsun İmam Hüseynin məclisinə qarşı çıxanlara. Lənət olsun İmam Hüseyin əleyhissalamın məclisinə gələnlərə, maneçilik törədənlərə. Əgər istəyirsiniz ki, xalq mərd, səxavətli, vətənsevən, insanlar sevən, ədalətli, şücaətli olsun, bu şeyləri eləməyin. Gedin o pozğunları, şəhər soyunubdur. Gedin o şəhərdəki, o barlardakı o pozğunları durun qapıda, qaytarındalar. Bu millətin abrı ilə, dini ilə, hissiyyatı ilə oynamayın. Esselamu aleyk, ya Əbu Abdullah Hüseyin. Allahın salamı olsun Hazreti Hüseyin əleyhissalama və onun evlatlarına və onun əshabına və onun dünyadakı dostlarına və Allahın da lənəti Hazreti Hüseyinlə düşmənçilik edənlərə olsun.